paxılsız? Niyə belə yanırsınız? Mən fikir verirəm və mənə 2 dənə hədiyyə gələn kimi başlayırlar. Milyon qazandı. Əkə-əkə kişilərə burada gündə 10 dənə 15 dənə şir gəlir. Birini oturub söhbətini aparmırsınız. Ancaq qadınların söhbətini aparırsınız. Niyə? Bəzilərin kartına gündə 200-300 manat pul gəlir. Sizdən yaxşı yaşayırlar, onlar xəbəriniz var. Siz bəlkə də restorana ildə bir dəfə gedib oturursunuz. Ay 10 bunun kartına pul atanlar. Bilirsiniz onu? Diliviz mənə çıxmasın, Diliviz mənə çıxmasın. Diliviz çıxır, opşa hamıya çıxsın. Bildiniz? Afrislər qalıb qıraqda mənə yazırlar, artist. Nə artistiyimi görmürsünüz mənim indiyə kimi? Bəlkə də bu TikTokda elə ən dürüst insanlardan biri mənəm. Ona görə də mənim düşmənim çoxdur. Məni sevən azdır. Düz deyirsiniz. Mən yalaq deyiləm. Mən qıraqda gedib direktə qiymətimi danışıb, gəlib burada özümü namuslu qiriyyətdə aparmıram. Başa düşdünüz? Hələ də oradan-buradan videolarımı sildirmirəm mən. Bildiniz siz? Yaxşıdır, valla. Hamı getsin, səhv eləsin. Hamıya deyirlər, elədi də, eybi yoxdur, Allah bağışlayandır. Mən 40 ildə bir dəfə söyüş söyürəm, mənə deyirlər Azərbaycan, üz qarası, tərbiyəsiz, o söyüş söyəndir. Cəmaat məndən betər hərəkətlər edir. Yadınızdan çıxardıb unutmuşsunuz, eləmişsiniz xalq artistləri. Heç elələrdən sözünüzü demirsiniz. Gözünüzə mən giyirəm bəzilərinizin. Çünki paxıllığımı çəkirsiniz, çünki yanırsınız. Çünki məndə olub sizdə olmayan çox şey var. Çünki siz məni gözünüz götürmür bəzilərinizin. Mənim burada sözüm yaxşılara deyil, yaxşı insanlarımız çoxdur. Mənim burada sözüm məndən abişnik olanlaradır. Çünki siz mən ola bilmərsiniz. Çünki siz də elələrinin tayısınız, yaşayışınız elə elədir. Kim kimi tərifləyirsə o insan da onun tayıdır. Kim kimi tərifləyirsə o insan da onun yaşayışını yaşayır. Bunu unutmayın. Sözün düzün deyən paxıl olur. Yaxşı can deyən yaltaq olur. Sizlə nə dildə danışaq? Onun bunun dərdinə yanan primçi olur. Bu nəyin düşüncəsidir? Bu TikTokda hamı küstü barışdı, oldu ürəyi təmiz. Mən küstüm barışdım, oldum paxıl. Oldum primçi artist. Vallahi 7 ildir gözünüzə girirəmsə bəzilərinizin. 7 ildir məni çəkə bilmirsinizsə, deməli həqiqətən də mən çox böyük bir, necə deyərlər ona, pul mənasında demirəm ha, şan şöhrətə sahibəm. Vallahi mən sevinirəm. Düzün deyəni 9 köydən qovlayırlar. Yadınızda saxlayın. Bunu da unutmayın. Gedin realda da birinə yaxşılıq eləyin. Bir dəfə çaşın ona qarşı, yaxşılıqlarının hamısı yaddan çıxacaq, pisliyindən danışacaq. Tövbə düz deyirəm. O yaxşılıqlarını siləcək. Borc ver, borcunu istə deyəcək, səndən pis adam yoxdur. Niyə, nə var, borc verib, borcunu istəmirsən. Verib almamalısan, cəmaata borcun var sənin. Məcbursan ki, oturub gözləyəsən. Tərbiyəsiz kimi tanınırsansa. Mən tərbiyəsiz kimi tanına bilmərəm. Çünki mən tərbiyəsiz deyiləm. Mən elə boşanmışam, özümü normal aparam. Sən git burada qız uşağı adı ilə altdan hərəkət edənlərdən danış. Şükür Allaha evimdə, eşiyimdəyəm, oturmuşam. Nə diskotekadayam, nə bardayam. Oturmuşam evimdə, eşiyimdə. Nə süley deyiləm, nə süləngiş deyiləm. Bildiniz? Nə də şükür Allaha pis vərdişlərim yoxdur. Sevka, çox sağ ol. Tərbiyəsiz sən elə özünsən. O sözü yazırsansa, sən elə özünsən. Sən tərbiyəsizlər görməmisən. Tərbiyəsizləri eləmişsiniz gözəl oliqarx qadın. Həyatda da belədir. O bu bütün günü qısa geyinsin, deyəcəklər, necə gözəl yaraşır. Oliqarx qızdır, elə gözəl geyinir. Yetim bir dəfə fağırın biri qısa geyinsin, pozğunlaşdı bu da. Pozuldu da, pozuldu. Pozuldu, pozuldu.
Sevka çox sağ ol. Busuz da. Bəziləriniz busuz. Ona görə də bu həyatda var ha. Heç kəsə nə kafaya takmaq lazımdır, nə yaxşılıq eləmək lazımdır. Hər şey qədərində. Kakoy privet, takoy atvet. Valla çox adama çox canı yandırarsan, axırda sənin canın yanar. Heç kəsə dəyərindən çox dəyər verməyin. Yaxşılıq yoxdur, bunu unutmayın. Bu sözü mən sizə deyirəm. Mənim bu 7 ildə əlimin düz olmadı. Yana-yana o qədər can yandırdım, axırda canım yandı. Kimə yaxşılıq elədim, axırda pis mən oldum. Çünki mən sözün düzünü danışıram, aqressiv danışıram, amma onlar belə danışır. Nə bilirəm, nə? Mən heç kəsə bilmirəm ki. Başa düşdünüz? Mən ona görə çox adam bəyənmir. Çünki mən afriskalığı bacarmıram. Bildiniz? Çox sağ olun. Mənim bu TikTokda heç kəsdən işim yoxdur. Heç kəsin də adını bura yazmayın. Mən sadəcə primer çəkirəm ki, bir dənə mənim daşım düşüb başınıza. Məndən betərləri var burada. Nə var, vaxtı ilə uşağımı söyüblər, durub cavablarını vermişəm. Yaxşı eləmişəm, peşman da deyiləm. Bugün də icazə versələr, bugün də eləyərəm. Sadəcə icazə yoxdur deyə söyüş söyə bilmirəm. Lazım olan adamların lazımlı cavabını verərəm. Sadəcə onlara görə zibilə düşmək istəmirəm. Bugün icazə versələr, bugün yenə eləyərəm. Peşman da deyiləm. Bildiniz? Çünki bəzilərinə cavabını vermək lazımdır. Hörmətli insana hörmət eləyərlər, hörmətsizə də hörmətsizlik eləyərlər. Kimin qabına nə düşür odur? Kimin qabına nə düşür odur? Burada gəlib yazırsınız, filan kəs. Sən kim olmursan ki? Gör, indi mənə söyüş söydüyümə görə bəyənmirsiniz. Sən o sözü oraya yazırsansa, sən burada otursan da o sözü işlədərsən. Yazmaqla işlətmək eyni şeydir. Deməli, şuurun onu düşünür ki, yazır. Başa düşdün? Deməli, əlacın olsa sən onu dilvə gətirərsən. Gətirə bilmirsən deyə yazırsan oradan. Qaldı söyüşə, realda kim söyüş söymür ki? Hamınız bir-birinizlə söyüşlə danışırsınız. Mən söyüş söyməyi sevirəm. Kimə nə? Terapimdir o mənim. Mən oğlan kimi böyümüşəm. Belə xarakterim var. Kişi xarakterliyəm mən. Nə dəxli var? Əsas odur, o bu bizi barmaqla göstərib demir ki. Bir dənə şirə gəlib oturmuşdu. 500, 200. Amma gedin təriflədiklərinizi qıraqdan soruşun. Bəlkə dədəviz də tanıyır. Bildiniz? Bəlkə də ərviz. Bilmək olmaz. Artıq yazan. Əşi yazsınlar da, hər kəs öz tərbiyəsini göstərir. Mən Allaha tapşırıram, mən Allahıma güvənirəm. Mənim karmam çox güclüdür. Kim mənə haqsızlıq eləyir, mən də kiməsə haqsızlıq edirəmsə, Allah mənə bəlamı versin. İki gündür baxıram, ancaq açıblar qrup, Qurana and olsun. Bu mənə bilsiz nə maraqlıdır? Gör mənə nəsə olsa mən tutulsam bunların əlinə nə keçəcək? Açırlar qrup, gəlirlər söyüş yazırlar. Niyə? Gör mən tutulsam əlimizə nə keçəcək? Valla bilsəm nəsə keçir, eybi yoxdur deyərəm cəhənnəm. Nə keçəcək əlimizə? Yox, getmədim xanım. Mən kimləsə danışmıramsa evinə getmirəm. Sən gedirsənsə dur get. Mən o ağlayıb stres keçirdəndə 2-3 ay bundan qabaq kim mənə yığdı, məndən maraqlandı? Əsəb keçirtdim, stres keçirtdim. Kim mənə yığdı, məndən maraqlandı? Kim mənə nə zəng elədi dedi. Sual verirəm, bir dənə cavab ver. Deyirəm ki, kim mənə yığdı, maraqlandı məndən? Kim mənə dedi? Kim mənə zəng elədi? Hə? Mən də əsəb keçirtdim də, stres keçirtdim, pis dönəmlər keçirtdim. Kim məndən maraqlandı?
Uşağım söyüldü, özüm söyüldüm, stres keçirtdim, əsəb keçirtdim. Kim mənlə maraqlandı? İndi məndən nəyi tələb edirsiniz bəziləriniz? İşıq düşür, ona görə belə görsənir. Evdə qaranlıqdır. Ləman filan kəsdi, ləman bəsməyi kəsdi. Kaş elə ləman ilə belə şeylərdən başı çıxardı, bədbaxtın ilə özünü ağ günə çıxardardı. Saat neçədir? 5 dəqiqədən sonra Cibabon besi durğuzum oynayaq. Siz ona cavab verməyin. Bir dənə baxın. Kopyalayır atırıb. Görürsünüz. İndi dalıyca indi qardaşlar da gələcək. Bir dənə siz baxın. Mən heç nə demirəm. Görürsünüz. Bax biri də gəldi. Görürsünüz. Mən heç nə demirəm ki. Siz baxın qıraqdan. Neçə dəfə yazır. Görürsünüz. Sonra da deyirlər filan kəsin əlindən xata çıxdı, filan kəsə filan şey elədi. Bu belələridir də. Allah hər birimizi mərdəmazardan qorusun. Valla. Həyata hamımız insan bidində gəlirik, amma hamımız insan ola bilmirik. Çox təəssüflər olsun ki. Necə ki, hər şalvar geyinən kişi deyil, hər yubka geyinən də xanım. Gördünüz o gün V ilə S oynayanda S nə deyir V-ya? Mən elələrinə prim vermirəm. Kül mənim başıma da, kül mənim başıma. Kül mənim başıma ki, mənə kimsə prim verir. Özü də S. Kül mənim başıma. Gətir evə süfrəvə aç. Qabağına pisdən yaxşıdan gücün çatandan qoy, axırda da prim vermirəm. Nə olar ki, canınız sağ olsun. Heç nə olmaz. Heç nə olmaz. Halbuki mən özümü ona görə pis eləmişdim, ona görə dalaşmışdım. Mənim yeri gəlsə o insanla problemim yox idi. Söz vermişəm, baş qoşmayacağım, amma insanı baxırsan, yanıq insanı yandırır ki, aylaman, görsən nə gündəsən ki, sənə kimsə prim verir. Sonra deyirlər, Ləman əsəbidir. Ləman filan kəsdi. Ləman əsəbi olar da. Ləman nə qədər insana yaxşılıq edib, nankörlük gördü. Nə qədər. Allaha qıcı insan bezir. Niyə atmıram bloka? Niyə atıram ki? Qoy yazsın da, ürəyi partlayır. Nə qədər istəyir yazsın. Mən elələrini bloka atmıram ki, məni qınayan izləyicilər görsün ki, mən sakit oturub danışıram, görürsünüz, elələri gəlib mənə yoldan əsəbləşdirir ki, mən nəsə artıq söz deyim. Bir insan niyə elə eləsin ki? Ya çox bekardır, ya da yanır mənim əlimdən. Niyə dayanmadan kapravatda pis sözlər yazsın ki? Demək ki, paxıllıq çəkir.
Deyirlər ev alıb. Hə, almışam. Niyə narahatsan? Deyirlərsə düz deyirlər. Deyirlər sən də ev dağdansan, evli kişilərlə oturub durursan. Mənə də belə deyirlər. Nətərdir, xoşuna gəldi. Deyirlərsə mənə də deyirlər. Ağız var deyir də. Mənə də deyirlər. Faktı deyirlər. Hə, yaxşı eləyirlər. Üç evim var, şükür ki mənə dəxlisi var. Hə, 3 evim var xanım. 3 deyil, 5-dir. Səhv məlumat veriblər ürəyim. Beşdir canım, 5. 3 deyil. Məlumatı verəndə düz versinlər denən. Allah bilir hansı oğlan bunlar aparıb evdə görüşüb, yalandan deyib Ləmanın evidir. Bunlar da Ləmanın evini görməyə həsrəti ilə qaçıb. Soruşmaq ayıb olmasın, sıravi vətəndaşlarsınız, yorum yazanların əksəriyyəti. Sizə kim dedi bunu? Bu məlumat sizə hardandır? Deyirlər. Ay gözəl izləyicilər. Kim dedi? Çoxunuz ailəli qadınlarsınız, çoxunuz evdə oturan xanımlarsınız. Çoxunuz da ki belə, onda belə çıxır ki, məni tanıyırsınız. Bilə-bilə gəlib abişnik, fake səhifəyə yazırsınız. Yoxsa izləyicilərə kim dedi? Hardan belə bir məlumat hardandır Ləman ev aldı? Ay izləyicilər, sizi kim tanıyır, sizə kim nə dedi? Harda çay içmişdiniz ki ömrüm? Mənim ətrafımdakilardan kim nə dedi? Hele oturan kimi dedi Ləman ev alıb. Dəhşətizm. Oy, hələ mənim evim yoxdur, bu qədər yanırlar. Gör mənim evim olsa nə qədər yanarlar. Oy, olmayan evə görə belə partlayırsınızsa, olan evə görə neyniyərsiniz? Ora mənə çox maraqlıdır, bax orası. Onu düşünə bilmirəm. Oranı uca fikirləşə bilmirəm, kafam gidiyor. Düşünürəm, olmayan bir şeyin bu qədər söhbəti gelirsə, olan bir şey olsa nə olar? Həqiqətən çox maraqlıdır ya. Deyə öldürərsiniz. Sən Allah tez-tez deyin. Sizə and verirəm Allaha. Bəlkə deyə öldürdünüz. Neçə dənə yazmışdınız? Allah o 3 dənə evi olur yazanların Allah kömək olsun. Əvvəl 5 yazırdınız, ikisini azaltmışsınız. 5 yazından, əvvəl 5 yazırdınız. Nə oldu? İkisini azaltdınız, 3 oldu. Zədə 5-də qalardınız da, bəlkə deyə oldu daş başınıza. Niyə azaltdınız ki? 5 yazın. Əvvəl necə yazırdınız? 5. Yazırdınız. Bəxtəvər 5 yerdə evim var. Sizə and verirəm Allaha elə də yazın. Azaltmayın, 3 olmasın. Xətrimə dəyir. Evimin ikisi hara getdi?